Salam əziz izləyicilər, mən Günay Həsənova. Bugün sizə dövlət qulluğu imtahanına düşən ədəbi dilin normaları ilə bağlı kiçik bir hissənin izahını verəcəm. Bildiyiniz kimi ədəbi dilin 3 norması var: fonetik, leksik və qrammatik norma. Fonetik norma necə pozular? Fonetik norma özü bölünür iki yerə: orfoqrafik və orfoepik. Orfoqrafik yazılış səhvidir, orfoepik tələffüz səhvidir. Fonetik norma necə pozular? Fonetik norma, məsələn, sözü sətirdən sətrə səhv keçirirsə və yaxud da sözün yazılışında səhvə yol verirsə, rum rəqəmlərindən sonra def işarəsi qoyur, şəkilçi verirsə, xüsusi isimləri kiçik hərflə yazırsa, sonra əsərlərdə dırnaq işarəsini vermirsə, durğu işarələri düzgün yerində işlədilmirsə, fonetik norma pozulur. Məsələn, məşhur sözünü birinci h-nı gətirir, sonra ş-nı gətirir, məhşur yazır. Burada mən fonetik normanı pozdum. Orfoqrafik norma pozuldu, yəni yazılışda səhvə yol verdik. Birinci ş gəlməlidir, məşhur olmalıdır, sonra h gəlməlidir. Artıq burada fonetik norma pozulubdur.